Salam, bugün son və saç qaydası ilə tanış olacağıq. İlk növbədə so qaydasına baxaq. So özündən sonra həmişə sifət və zərfi təyin edər. Nümunələrdə you are so stubborn, daha sonra why do you drive so slowly nümunələrində görürük ki, birincidə so stubborn so sifəti təyin etmişdir, ikincidə isə zərfi. So özündən sonra sifət və zərfi təyin edir dedik. Ancaq ki, sifət daha sonra ismi təyin edə bilməz. O zaman isimlə işlənər ki, so much, so many birləşmələri cümlədə işlənsin. So much-da, much bilirik ki, sayıla bilməyən isimlə işlənir. Ona görə so much-da özündən sonra sayıla bilməyən isim tələb edəcək. So much money, so much food nümunələrdə göstərilib. So many-də eyni qayda ilə many özündən sonra sayıla bilən cəm isim tələb etdiyinə görə so many-dən sonra da sayıla bilən cəm isim gələcək. So many fans burada nümunə olaraq göstərilmişdir. Daha sonra saç qaydasına keçək. Saç özündən sonra sifət və isim tələb edə bilər. Deməli, ancaq sırf ismin özü ilə də işlənə bilir. Saç üstə gəl, sifət üstə gəl, sayıla bilməyən isim. Bu birinci nümunəmizdir. Saç terrible weather. Deməli, burada saçdan sonra sifət və sayıla bilməyən isim işləndiyinə görə burada heç bir artiklın işlənməsinə ehtiyac yoxdur. Daha sonra ikinci nümunədə saç nice things. Burada cəm isimlə işlənib. Cəm isimlə işləndiyinə görə artikla yenidən ehtiyac yoxdur. Ancaq üçüncü nümunədə sayıla bilən tək isim işləndiyinə görə such a party, such a liar formasında işlənə bilir. Dedik ki, saçdan sonra mütləq sayıla bilən tək isim işlənməlidir ki, onun qarşısında an qeyri-müəyyən artiklı işlənsin. An'ın da işlənməsini biz bilirik. Deməli, samitlə başlayan isimlərlə işlənir. An artikli isə saitlə başlayan isimlərlə işlənir. İndi gəlin buradakı biz nümunələrlə tanış olaq. Deməli, he is so nice person ifadəsi səhvdir. Çünki dedik ki, so'dan sonra sırf sifət gələ bilər. Məsələn, sonuncuda he is so nice düzgündür, amma he is so nice person. Heç vaxt ismi təyin edə bilməz so. Daha sonra ikinci cümlədə he is such a nice person. Person sayıla bilən tək isim olduğuna görə saçdan sonra qeyri-müəyyən artiklı işlənmişdir. İndi isə daha aydın başa düşmək üçün gəlin biz testlərə baxaq. 10 test var burada və burada biz boşluqlara so və saçı yazacağıq. Gəlin boşluqdan sonraki hissələrə baxaq və tapmağa çalışaq. Deməli, birinci nümunədə a beautiful day. A beautiful day burada sifət və isim işlənib. Ona görə biz saçı seçəcəyik burada. Fluently sırf zərf olaraq işləndiyinə görə so'nu seçəcəyik. Nice people sifət və isim işləndiyinə görə saçı seçəcəyik. A good teacher yenidən sifət, deməli artiklı, sifət və isim işləndiyinə görə saçı seçəcəyik. Daha sonra boring sifətdir. Sırf sifət olduğuna görə sonu, amma boring movie olsaydı, boring film olsaydı, boring film for example olsaydı, o zaman biz saçı seçəcəydik. Daha sonra an interesting book. An interesting book da gördüyümüz kimi sifət və isimdir, ona görə saçı seçəcəyik. Fashionable clothes yenidən saçı seçəcəyik. Burada sifət və sayıla bilən cəm isim işlənmişdir. Delicious so'dan işlənəcək. Daha sonra a long journey sacdan işlənəcək və fast burada zərf funksiyasında işlənib so'dan işlənəcək. Bu qədər.